Vəziyyət kifayət qədər düzəlib. Hal-hazırda Azərbaycan Respublikasında plastik və estetik əməliyyatları eləməyə icazəsi olan 45 nəfər həkim var. Onların siyahısı açıq şəkildə dərc olunub. İlbəil onlar artar. Ona görə ki, rezidenturanı bitirən həkimlərimiz var. Xaricdə təhsil alıb qayıdanlar var. Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasında məhz plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə 2 mərkəz yaradılıb. Biri Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb, tam kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Digər tərəfdən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan plastik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub və bu yaxın günlərdə onun açılışı nəzərdə tutulur və hər birinizi ora hətta media tura da dəvət edəcəyik.